Bu bir intellektual makyaj videosudur. İntellektual makyaja xoş gəlmişsiniz. Part 1. Deməli, bu dəfəki intellektual makyajımızın qonağı pastel natadır. Digər adı ilə də desək pastel belim. Hamının bildiyi kimi desertin əsası Portugaliyada yaranıb, Portugaliyada qoyulub. Amma ki necə? Bu arada onu bildirim ki, mən qaşlarım üçün belə adi 72% sabundan istifadə edirəm. Hə, indi qayıdaq pastel nataya. Deməli, Portugaliyada Hieronymus adlı bir manastır var imiş. Oradakı keşişlər hər gün yumurtalardan istifadə edirlərmiş. Daha doğrusu yumurtanın ağından istifadə edirlərmiş. Hansı ki, geyimləri daha düzgün və sərt qalsın deyə. Deməli, o qədər yumurtanın ağını istifadə edirlər. Bəs yumurtanın sarıları onu neynəsinlər? Onu da oturub düşünüb bir şirniyyat ortaya çıxardırlar. Hansı ki, bu yumurtanın sarısının üzərinə şəkər tozu, süd əlavə edib qarışdırırlar. Bu məhlulda qat-qat xəmirin içinə əlavə edib verirlər sobaya. Bu arada gözaltı üçün L'Oreal'ın belə True Match Concealer'ını istifadə elədim. Hə, beləliklə pasteldən natanın orijinal resepti ortaya çıxır. Lakin 1834-cü ildə manastırlar bağlanır. Manastırlar bağlanandan sonra da nasıl ki həmin bu manastır var idi, Jeronimo manastırı. Onlar orijinal resepti manastırla üzbəyiz olan bir şirniyyatçıya satırlar. Və beləcə pastel nata dünyaya yayılır. Amma hal-hazırda Belemdə, fabrikdə pastel Belem deyə bir yer hələ də orijinal reseptlə hazırlamağa davam edir. Əslində pastel natanı başqa yerlərdə ektart adlandırırlar. Biraz hal-hazırda reseptdən kənara da çıxa bilirlər. İstəyək onun üstünə darçın da əlavə edirlər. Mən darçından əlbəttə ki, daha çox sevirəm. Sizə də məsləhətim odur ki, mütləq darçınlı dadına baxın. Ümumiyyətlə siz Bakıda ən çox bəyəndiyiniz pastel natanı harda yemisiniz? Mənə də məsləhət görsəniz pis olmaz. Əgər xoşunuza gəlsə, mən əslində bu seriyanı davam eləmək istəyirəm. Fərqli məlumatlar bölüşmək istəyirəm sizinlə. Bu mənim günlük makyajımdır. Bəlkə də yazacaqlar ki, mən bunu toya eləyirəm, amma mənim günlük makyajım belədir. Siz istəsəniz toya da eləyə bilərsiniz. Bu qədər. Ümid edirəm bəyəndiniz və sizi sıxmadım. İzlədiyiniz üçün çox sağ olun.